Ekonom mənzillərdə, yüksək büdcəli parketlərdən və keram qranitlərdən hər yeri istifadə etməkdən qaçınmaq lazımdır. Ümumiyyətlə, yüksək büdcəli təmirlərdə istifadə eləsək də, isti döşəmələr yataq otaqlarında, qonaq otağında istifadə olunması tövsiyə olunmur. Qaldı ki, əsasən qiymətlər baxımından da ki, isti döşəmədə laminatı olsun, parketi olsun istifadə edərkən onun sertifikatlarına diqqət eləsinlər bizim izləyicilər. Onları alarkən sertifikatlar istəsin AC4 sertifikatı olsa yaxşıdır. 10 milli, 8 milli də bəzən istifadə götürənlər amma 10 və 12 milli qanunluq laminat olmalıdır. Parketlərdə xüsusilə lazımdır. Çünki parketdə sertifikat isti döşəmə üçün ona görə lazımdır ki, həmin parket təyinatına uyğun isti döşəmədə istifadə olunmasa, o gələcəkdə zəhərli qazlar buraxa bilər. Çünki hər ağacın, hər kleyin öz təyinatı var. Kley və ağac parket növü seçilərkən isti döşəməyə uyğun olmalıdır. Ona diqqət olunması tövsiyə olunur. Təşəkkürümüzü bildiririk və minnətdaram ki, bugün bizimlə bərabər oldunuz və dəyərli vaxtınızı ayırdınız, suallarımızı cavablandırdınız. Düşünürəm ki, bugünkü proqramla bağlı, ümumiyyətlə bugün təyin etdiyimiz mövzuyla bağlı az da olsa tamaşaçılarımızı maarifləndirə bildik, məlumatlandıra bildik. Hər vaxtınız xeyir olsun bir daha. Mənim sualım olacaq ki, döşəmə mövzusundan danışdıq. Bazarda daha çox tələbat hansı döşəməyədir və döşəmə seçiləndə sifarişçi qiymət büdcə baxımından yoxsa interyer dizayn baxımından döşəməni seçir? Təşəkkür edirəm. Ayşə xanım cavab versin. Mən bu barədə deyə bilərəm ki, burada əlbəttə ki, parketdə, laminatda, keramogranitdə büdcəyə çox təsir elədiyi üçün bunu, yəni bu 50-50-yə dəyişə bilir. Yəni müştərinin büdcəsinə təsir elədiyi üçün, yəni bəzən laminat daha çox, yəni elə olub ki, bir il çox müştərilərimiz laminat istifadə edib, elə olub ki, parket daha çox istifadə olunub. Yəni bu ona görə, yəni keyfiyyətindən çox müştərinin, yəni bizdən istəyindən vacibdir. Biz məsələn mən istifadə eləyərəm, parket mənə qalsa daha keyfiyyətli, vizual olaraq daha gözəl nəticə alınır. Amma təbii ki, burada müştəri ilə işlədiyimiz üçün birbaşa, bu artıq müştəridə asılı olduğu üçün mən deyəcəm ki, 50-50-yə dəyişir.